Gəlin belə bir açılım edək. Hazırda sənə pislik etmək istəyən, negativlər göndərən varmı kimsə? Üzərində hansısa bir ağırlıq, negativ varmı? Gəl buna baxaq. Pislik etmək istəyən zaten hər zaman hər birinizə var. Yəni, əgər sən yaşayırsansa, sən aldığın nəfəs belə bəzilərinə təsir eləyir və bu o demək deyil ki, sən pis insansan və yaxud da ki, sənin onlara mütləq ki, hansısa bir pislik etməyin vacib deyil. Baxıl insanlar çoxdur yəni. Sənin işığını sevməyən, sən mələk belə olsan, sənin qanatlarının səsi belə onlara təsir edən insanlar çoxdur ətrafımızda və bir də deyim, bu səhifədə heç bir hadisələri romantikləşdirmirik. Nə varsa, necə varsa, onu da elə, loru dildə də olsa, hər nə cür olsa deyirik. Bəzən bəlkə də sərt cümlələr qururam, amma özümdən asılı deyil. Şəxsi həyatımda da beləyəm. Yəni, mən sözü üzə deməyi sevirəm. Necə var, elə deyirəm, yəni. Əgər bir insan haqqında bütün fikirlər, bütün kartlar açılıbsa, mən bunun barəsində sizə hər bir şey deməliyəm, yəni. Bu insanın davranışlarını, onun arxasında duran hərəkətləri, hər bir şey deməliyəm və özünüz öz ölçünüzü götürməlisiniz. Müəyyən bir hadisə ilə əlaqədar və müəyyən bir insanlarla əlaqədar. Zaten bu səhifə də ona görədir ki, sizi ətrafınızla əlaqədar, həyatınızla əlaqədar xəbərdarlıqlar etmək və hansısa hadisələrdə necə davranmağınız üçün müəyyən bir dəstək oluram və bilirəm ki, dəstək olduğum insanlar çoxdur. Buradan hər birinizdən mesajlar alıram. Müştərim olanlardan da, olmayanlardan da təşəkkür mesajları alıram və mən də sizə təşəkkür edirəm ki, məni sevirsiniz, dəyər verirsiniz, izləyirsiniz. Hər birinizi sevirəm. Gəl baxaq. Hazırda sənin öz enerjinə baxaq. Hazırda hansı enerjidəsən? Biraz çox danışdım. Neysə, onsuz da çox danışmıram. 2x-lə qulaq asacaqsınız da polibonu. Birinci sənin öz enerjinə baxaq. Hazırda hansı enerjidəsən? Bu videonu izləyənlər hazırda hansı enerjidədirlər? Bu enerji sənə uyğundursa davam eləyəcəksən. Sənə uyğun deyilsə başqa videolarımı izləyə bilərsən, başqa yenə də videolar olacaq. Onlardan mütləq sənə uyğun olanını tapacaqsan. Hazırda hansı enerjidəsən? Hazırki enerjinə baxaq. Çox emosional, çox həssas, 6-cı hissləri güclü, haqq ədaləti hər şeydən və hər kəsdən önəmli tutan bir insanlar izləyir bunu. Və bu insanlar maksimum ilahi tərəfindən, Allah tərəfindən qorumada olan insanlardır. Başınıza çox zaman, çox hadisələr gəlib və hər birindən də möcüzəvi şəkildə xilas olmuşsunuz və indi geriyə baxanda deyirsiniz ki, ay Allah şükür, mən bunlardan necə çıxmışam, şükür sənin varlığına. Bəli, ilahi tərəfindən seçilmiş, özəl və qorunmuş insanlardır bu dəqiqə izləyənlər. Hər birinizə təşəkkür edirəm. Burada 6-cı hissləri güclü olan insanlar da var. Burada mənim kolleqalarım da var. Taroloqlar, baxıcılar, ekstrasenslər, 6-cı hissləri güclü olanlar, sehir gücləri olanlar, hər birinizi buradan salamlayıram və təşəkkür edirəm məni izlədiyiniz üçün. Hər birinizin ruzunuz, bərəkətiniz, uğurunuz bol olsun. Burada özəl seçilmiş bir insanlar var. İlahi tərəfindən qorumada. Ən çox da ədalət hissiniz o qədər güclüdür ki, siz yəni nə özünüzə qarşı, nə başqalarına qarşı heç vaxt ədalətsizliyi götürmürsünüz və bununla əlaqədar maksimum əlinizdən gəldiyi qədər mübarizə aparan bir insansınız. Vaxtında çox incidilmiş və bundan sonraki həyatınızda da öz yerinizdə olan insanlara hər zaman qoruyursunuz. Yəni siz sırf bu dünyaya, bu kainata ədalətin bərqərar olması üçün, ədaləti qorumaq üçün gəlmiş bir insanlarsınız. Hər birinizi buradan salamlayıram. Hazırki enerjiniz də belədir, yəni stabil öz enerjinizdəsiniz. Gəl baxaq, varmı sənə pislik etmək istəyən insanlar ki, zaten belə özəl insanlara pislik etmək istəyənlər də daha çoxdur. Çünki sən ədalətin tərəfindəsənsə, ədalətsizliyin tərəfində olanlar mütləq ki, səndən bir mübarizə aparacaq. Gəl baxaq, hazırda sənə hardansa negativ gəlirmi, ataka gəlirmi, kimsə sənə nəsə bir pislik etdirməyə çalışırmı, varmı? Varmı hazırda sənə negativ göndərən, ataka göndərən kimsə? Əslində var.
dəhşət atakalar göndərənlər var, amma sənin ürəyinin, qəlbinin təmizliyi, sənin ilahi ilə, Allahla bağın, kainatla bağın, sənin daima özünün təmizliyin, özünün qoruman sənə kömək olur. Sənə ataka 3 tərəfdən gəlir, 3 nəfərdən gəlir və bu 3 nəfər də demək olar ki, həyatında hansısa iz buraxdığın və ya sənin həyatında iz buraxan insanlardır. Bu insanlarla dostluğun olub, bu insanlarla yaxınlığın olub, bəlkə də bu insanlarla qohumluq əlaqən olan insanlardılar. O insanların xislətini bilib uzaqlaşdığın insanlardılar bunlar. Yad deyirlər. Deyim ki, sənə yad deyirlər. Hər zaman səni izləyirlər, səni güdürlər, it kimi güdürlər. Hər yerdə, sənin bildiyin, bilmədiyin hər yerdə, bəlkə də baxırsan ki, açdırıb baxırlar belə, amma inan ki, sən o qədər öz zirvəndə durmusan ki, sənə onların etdiyi heç bir şey təsir eləmir və belə deyim də, onlar əslində özlərini elə bir tora salıblar ki, onların zaten sənin haqqında ağızlarından çıxan cümlə belə onlara anında geri qayıdır. Sənə dəyib toxuna bilmirlər. Çünki sən Allah tərəfindən qorumadasan. Var. Kimdir bu? Sənə pislik edən konkret kimdir bu? Gəlin baxaq. Kimdir sənə negativ göndərən, sənə atakalar eləyən, sənə pislik edən insan kimdir? Kimdir? Bu insanla bəlli bir dostluğun keçibdir. Bu insanla bəlkə də uşaqlıqdan dostluğun keçibdir. Və yaxud da ki, bu insanla nə bilim tanışlığın olub, yaxınlığın olub. Yəni bu insanla bəlli bir xatirələrin var. Sənə bunu eləyən insanla. Burada bəzilərinizin keçmiş ilişkisi ilə əlaqədar ola bilər, münasibətlə əlaqədar. Bəzilərinizdə keçmiş evlilik, keçmiş ailə və yaxud da ki, ailə bağlarınız olan bir insandır. Bunların içində qadın da var, bunların içində kişi də var. Və bunların hər birinin özlərinin həyatı alt-üst olmuş insanlardılar. Bax, keçmiş ilişkindən olan bir insan da var. Burada qadınlar izləyirsə, keçmiş ilişkindən olan kişi də var, hansı ki, sənə atak eləmək istəyən. Qadınlar izləyirsə, burada keçmiş dostlarında, rəfiqən və yaxud da ki, tutaq ki, iş yoldaşı, hər hansısa bir insanlar var. Bəzilərinizdə çox üzüntü ilə baxıram, bəziləriniz belə bir videoların altından yazırsınız ki, öz bacımdır, öz xalam qızdır. Çox üzülürəm buna görə, çünki yəni İnsan yaddan hər şey gözləyir, amma doğmalarından gözləmir və keçmiş olsun deyirəm hər birinizə. Bəli, bu insanlarla müəyyən bir bağınız olmuş bir insanlardılar. Və o insanlardan gəl baxaq, nə üçün sənə edirlər? Gəl belə baxaq birinci. Bu insanla hazırda əlaqən varmı? Keçmişdə hansısa bir əlaqələrin olduğunu bildik. Hazırda sənə bunu edən insanla, sənə ataka göndərən, sənə negativ göndərmək istəyən insanla sənin hazırda əlaqən varmı? Əlaqəni kəsənlər də var. Soyuq bir münasibəti davam edənlər də var. Və belə deyim də, bu insanlar ya özlərinin hansısa bir gücü var, ya da ki, pastayanla elə belə şeylərlə məşğul olan insanlardılar. Belə insanların yanına gedən insanlardılar. Sən bilirsən kimdir, kimdən gəlir və belə deyim də, hətta bəlkə də özləri düyünləyirlər, nəsə eləyirlər, bəlkə də özləri artıq yəni pul verməkdən bezib özləri bu işlə məşğul olurlar. İlla ki, sənə bir pislik göndərmək üçün, illa ki, sənə bir pislik etmək üçün, sənə bir zərbə vurmaq üçün və səni izləyirlər. Burada baxıcılara gedib də izləyənlər var, özləri də kart açıb izləyənlər var və yaxud da ki, hansısa bir sosial şəbəkələrdən də səni izləyənlər var. İzləmədəsən. Nə üçün sənə zərər vurmaq istəyirlər? Səbəb nədir yəni? Sənə zərər vurmağının nə üçün sənə zərər vurur? Nə üçün sənə pislik etmək istəyir? Səbəb nədir? Nə üçün sənə pislik etmək istəyir? Yenə deyirəm, ilk başlanğıcda da dediyim üçün. Çünki sənin hər şeyini almaq istəyir. Hər bir şeyini. Burada özün işıqlısan, özün günəşsən, özün uğurlusan, şanslısan, özünün müəyyən bir qüvvələrin var. Bəzilərinizdə ideal bir münasibətiniz var, ideal bir evliliyi olanlar da var, ideal münasibəti olanlar da var, uğurlu işi olanlar da var. Yəni, sənin olan nələrsə ona təsir eləyir, istəmir olsun və ona görə sənə nələrsə etmək istəyir, sənin hər bir şeyini əlindən almaq istəyir. Yəni, maddiyatındır, mənəviyyatındır, şəxsi həyatındır, paxıllıqdandır. Sən ona nəsə bir pislik etmisənmi? Yox, sən ona ancaq dostca yanaşmısan, sən ona ancaq mehribanca yanaşmısan, sən ona ancaq bütün səmimiyyətinlə yanaşmısan. Mən burada sənin ona hansısa bir pislik etdiyini görmürəm. Vaxtım da azdır. Gəl baxaq, onun etdiyinin sənə təsiri varmı?
Yox, onun etdiyinin sənə təsiri olmur, çünki sən daima təmizlənirsən və yenilənirsən. Bunu biləsən. Kainatın sənə mesajı nədir bu insanla əlaqədar? Heç bir şey. Daima qorumadasan, özünü qoru, onun elədiyinin heç bir şey sənə təsir etməyəcək. Aldım, qəbul edim, yaz. Ətraflı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla.